1-dən başlayıb izah edirəm. Hamısına bir-bir qulaq as. Deyir ki, 5x kvadrat minus mx Polad qeyd edə sualların hər birini dəftərə dərsinə soru şəklində atarsın. 5x kvadrat sizdə. 5x kvadrat minus mx minus 8 bərabər 0. Tənin köklərindən biri 2-dir. x1 2-dir. Tənin digər kökünü tapın. Yəni x2-ni tapın. Bu tənlik çevrilmiş kvadrat tənlik deyil. Bunu necə çevrilmiş eləyirik? Demişdim, x kvadratın əmsalı 1 olmalıdır. 1 eləmək üçün 5-i 5-ə bölməliyik ki, 1 eləsin. Ona görə tənliyin hər tərəfi 5-ə bölürəm. 5x kvadratını 5-ə bölürəm. Eyni qaydada mx-i da 5-ə bölürəm. Eyni qaydada mənfi 8-ə 5-ə bölürəm. Bərabərdir, 0-ı da 5-ə bölürəm. Addım-addım yazıram, qulaq as. Böldüm mü? Nə aldım? 5-i 5-ə böldüm. 1. 1'i yazmıram təbii ki, ona görə yazıram x kvadrat. Minus m bölünsün 5x minus 8 bölünsün 5. 0'ı da 5'e böləndə 0. Bərabər 0. İndi deyir ki, tənliyin kökünün biri 2'dir. Tənliyin kökləri hasili x kvadrat minus px plus q bərabər 0. Bu tənliyin köklər hasili nə bərabər idi? Köklər hasili q-ya bərabərdir. Yəni sərbəst həddə köklər cəmi ikinci əmsalın əksinə bərabərdir. Müsbət p-nin əksi mənfi p. Gəlin bundan istifadə edək. Nə yazaq? Köklər hasili x1 vurulsun x2 sərbəst həddə bərabərdir. Yəni mənfi 8 bölünsün 5-ə bərabərdir. Düzdürmü? x1'i verib bizə. Deyir ki, köklərindən biri 2'dir. x1 2'dir. x2'ni tapaq. Bərabər mənfi 8 bölünsün 5. Buradan x2'ni tapanda nə edirik? Mənfi 8'i bölürük. 2 məxrəcə gedir. Yəni olur 5 dəfə 2. Məxrəcə vurulur. Düzdür? Baxın. A bölünsün B bərabər C bölünsün D-də. Necə vururuq? Buranı bura vururuq. Buranı da bura vururuq. Düzdürmü? Lap gəlin istəyirsə o cür vuraq. Bunun məxrəci nədir? Məxrəci 1'dir. Gəlin vuraq x formasına. 1'i mənfi 8'ə vuraq. 1'i mənfi 8'ə vuraq. Mənfi daha doğrusu 2x2'ni vuraq 5'ə. Bu cür vururuq. Düzdür. Buranı bura vururuq. Buranı da bura vururuq. Vururuq 5'ə. Vurdu mu? Mənfi 1'i mənfi 8'ə vurdum. Mənfi 8. Vuru eləyir 2 dəfə 5. 10. x2. x2'ni tapanda nə yenirsiniz? Mənfi 8'i 10'a bölürsünüz. Gördünüz mü? Mən deyənə gəldi yenə. Məxrəcə düşdü 2. Oldu 2 dəfə 5. 10. Mənfi 8 ilə 10 2'yə ixtisar gedir. 2'yə böldüm. Onu 2'yə böləndə 5. Mənfi 8'i 2'yə böləndə 4. Bu deyir mənfi 5'də 4. Tənliyin bir kökü 2 idi. Digər kökün oldu 5'də 4. 5'də 4 də deyirsiniz ki, mən nə bilim, bu variantlarda 5'də 4 yoxdur. 5'də 4'ü onluq kəs şəklində yazın. Niyə? Çünki variantlarda görürsünüz, 1/6 var, 1/6 var. Ona görə deyim. Bunun məxrəcini 10 eləmək üçün hər tərəfi vurursunuz 2'yə. Çünki 5 dəfə 2 10 eləyir. 4'ü də 2'yə vurdum. Mənfi ilə işim yoxdur. 4 dəfə 2 8, 5 dəfə 2 10. 0/8. Mənfi 0/8. Cavabım nə olur? Mənfi 0/8. Mənə nə deyirdi? Tənliyin digər kökünü tapın. Digər kök x2'dir. x2 neçə oldu? Mənfi 0/8. Başa düşdünüz? Aha. Bəli. Keçəcəm ikinciyə. Dəftərlərini qeyd eləsin, dərsindən sonra atarsınız. İkinci, x1 və x2 ədədləri bu tənliyin kökləri olarsa, yəni x kvadrat minus 4x minus 2 bərabər 0 tənliyin kökləri olarsa, bu ifadənin qiymətini tap. Yəni x2 minus x2'nin kvadratı bölünsün x1 plus x2 ifadəsinin qiymətini tap. Ortaq məxrəcə gətiririk. Əvvəlcə işimiz ortaq məxrəc. Ortaq məxrəc bilirik ki, x1 plus x2'dir. Altına işarə qoydum. Deyirsiniz, x2'ni vurursunuz. Həmən bax, bu x2'ni bura məxrəcə vurmalısınız. Ortaq məxrəcə gətirirsiniz. Bunun tamamlayıcı vurğu nədir? x1 plus x2. Çünki bunun məxrəci 1'dir. Bununki də budur. Ortaq məxrəc ən böyük olandır. Ortaq ən böyük olan. Yəni bunun məxrəci təbii ki, bu olacaq. Buna vurduq. Çıxılsın. Çıxmayla işim yoxdur. x2'nin kvadratı. Kvadrat. Bərabərdir. Nə yazıram? Əvvəlcə mötərizənin içinə vururam. 1-1. Yenirəm. x2'ni x1'ə vururam. Eləyir x2, x1. Üstə gələk. x2'ni x2'yə vururam. x2'ni x2'yə
4'e vursam. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Üstə gəlir. Eyni şeyi eyni şeyə vurmaq nə deməkdir? Onun kvadratı. 2'ni 2'ye vurmaq 2'nin kvadrat demək. Onda x2'ni x2'ye vurmaq x2'nin kvadrat demək. Burada da x2'nin kvadrat. Bölünsün x1 plus x2. Fikir verin. Sizə bir deyirəm ki, 2'dən 2 çıxın. 2'dən 2 çıxanda neçə eləyir? 0 düzdür. Deməli x2'nin kvadratından x2'nin kvadratının çıxanda 0. Onda x1 x2 üstəyə 0. Bölünsün x1 plus x2. Bərabərdir. Nəyin üstünə 0 gəlsə düz eləyir. Məxəçdə x1 plus x2. Gördünüz mü? Bu böyle ifadəni sadələşdirdik, aldıq bunu. Daha sonra neyini? Məndə bunların qiymətləri var. Hardan var? Bu qiymətdən var. Fikir verin bu tənliyə. X kvadrat minus 4x minus 2 bərabər 0. Çevrilmiş kvadrat tənlikdir. Bəli. Çünki x kvadratın əmsalı 1'dir. 1 olduğuna görə çevrilmiş. Köklər cəmi ikinci əmsalın əksi. Mənfi 4'ün əksi müsbət 4. Köklər hasili sərbəst həddə. Sərbəst həddə mənfi 2. Məndə nə var? Köklər hasili. Köklər hasili yerində nə durub? Mənfi 2. Köklər cəmi. Köklər cəmin qiyməti nədir? 4. Cavabım nə olur? 4'də 2. Mənfi 4'də 2. Bunu hər tərəfini 2 ixtisar edirəm. 2'yi 2'ye böləndə 1 mənfi nə işimiz yoxdur. 4'ü 2'ye böləndə 2. Cavab elədi mənfi 2'də 1. 2'də 1 hissədə bilir 2 neçədir? 0 onda 5. Mənfiyə də dəymirəm. Cavabım olur mənfi 0 onda 5. Nə bildim 2'də 1 0 onda 5'dir. Mənfi 2'də 1 0 onda. Məxrəcdə sürəti də 5'ə vurdum ki 2'də 1 10 eləsin. Mənfi 1'i 5'ə vuranda mənfi 5. Bu da eləyir 0 onda 5. Mənfi yazıram. Mənfi 0 onda 5. 3 nömrəli sualda bundan eynidir. Keçəm 4'ün izahına. 4'ün izahına. Şu evre yazasın. Keçiyi 4'e. X kvadrat minus 4x plus 9 bərabər 0. Deyir, tənliyin kökləri fərqi. Tənliyin kökləri fərqi. Bax, tənliyin kökləri fərqi. 2'ye bərabərdir. Deyir, Q'nu tapın. Yəni, Q bərabər sualı. Biz bilirik ki, çevrilmiş kvadrat tənlikdə. Nə bildim, çevrilmiş kvadrat əmsalı 1. Çevrilmiş kvadrat tənlikdə köklər cəmi. Köklər cəmi. İkinci əmsalın əksidir. Mənfi 4'ün əksi müsbət 4. Köklər hasili x1 vurulsun x2 Q'ya bərabərdir. Məndə əvvəlcə x1 ilə x2 olmalıdır ki, bunu tapın. Bunu tapmaq üçün birinci bu sistemi həll edirəm. Fərqi var, cəmdə var. Hansı nöqtəli fərqi 2, cəmi 4. Bunu hesablamalıyam. Necə hesablayıram? Tənliklər sistemi keçəcək. Tənliklər sistemində bunlar tərəflərdə toplayırıq. Yəni x1 minus x2'nin üstünə x1 plus x2'ni gəlirik. Eyni qaydada 2'nin də üstünə 4 gəlirik. 2'nin də üstünə 4. İndi fikir verin. Mənfi x2 ilə müsbət x2 cəmi neçə edir? 0. Nə qalır? x1 plus x1. 2 dənə x1 bərabər 2'nin üstünə də 4, 6. 2'ni nəyə vursaq 6 eləyər? 3'ə vursaq. 6'nı 2'ye böldürük normal olarak. Böyle bilmirsinizsə, bir zəhmət. Bunlar cədvəlini öyrənin. Deyin ki, 2 dəfə 3, 6 eləyir. 6'nı 2'ye də böləndə həqiqdən görürük ki, 3 düşür. x1 oldu 3. Mən x2'ni də tapmalıyam axı. Hələ hesablamaq üçün mənə x2 də lazım. x1 3'dür. Gətirin burada yerinə qoyun. 3'dən nə çıxsam 2 eləyər. Məntiqlə düşünün. 3'dən nə çıxsam 2 eləyər. 1 çıxsam. Deməli, x2'dən nə olur? 1'ə bərabər olur. İkisini də tapdın mı? Tapdım. Gətirin yerinə qoyun. Q nəyə bərabər idi? x1'i vurulsun x2'ye. Yəni, 1 vuraq 3'ə. 1 dəfə 3'də 3. Deməli, Q neçə oldu? 3. Cavabım onda nə olur? 3. Y variantı. Bu sualda belə getdi. 5-ci sualda buna eynidir. Evdə işləyəsiniz. Nömrələrini qeyd. Keçirik 6-cı suala. 6'nı izah edirəm, 7'ni evdə yazarsınız və yaxud da 7'ni izah edirəm, maliyyəcinin sualıdır. 12 qız plus m bərabər 0. Tənliyin köklərindən biri birindən 8 vahid böyük. Tənliyin
köklərindən biri o birindən 8 vahid böyükdür. Dəfə deyirsə vurasınız. Vahid deyirsə toplayırsınız. Yəni tənlik köklərindən biri o birindən 8 böyükdür. X1, X2-dən 8 böyükdür. X1-in yerinə X2 plus 8 yazasınız. Mənasını başa düşün. İndi tənliyi quraq. Biz bilirik ki, çevrilmiş kvadrat tənlikdə. Hardan bildim çevrilmişdir, bir də vurğulayıram. X kvadratın əmsalı 1. Köklər cəmi nəyə bərabərdir? Mənfi 12-nin əksi müsbət 12. Yaxşı, bəs köklər hasil nəyə bərabərdir? Demə. Gəlin yazaq. Əvvəlcə x1, x2 tapmaq üçün yerinə bunu qoyaq. X1-in yerinə burada nə qoyum? Bax, bu ifadəni qoyum. X1-in yerinə onu qoysam, alaram, oxla göstərirəm. X2 plus 8 üstə gələk. Həmin bax, bu x2 bərabər 12. Davam edək. X2-nin üstünə x2 gələndə 2 dənə x2 bərabərdir. 12-dən də ədədləri bir tərəfə yığıram, məhsulları bir tərəfə. 12-dən də müsbət 8 idi. Bu tərəfə keçirdim, oldu minus 8. Buradan alıram ki, 2x2 bərabər 12-dən 8 çıxanda 4. 2-ni nəyə vursaq 4 eləyər? 2-yə. Deməli, x2 neçə oldu? 2 oldu. Yəni, x1 tapaq. x2 2-dir. 2-nin üstünə 8 gəlməliyəm ki, x1 tapım. 2-nin üstünə 8 gəldim, elədi 10. Onda x1-də nə oldu? 10 elədi. M nəyə bərabər? Yaxşı, x1 vurulsun x2-yə. Onu vururam neçəyə? x2-yə. x2-də neçədir? 2-yə. Onu da 2-yə vurdum, 20. Məndən də M soruşurdu A-yə. M oldu neçə? 20. 20 E variantı. Yaxşı. Başa düşürəm. Keçik 9-a. Bəli. 9 nömrəli sual. 9 nömrəli sualda deyir ki, x1 və x2 ədədləri tənlik kökləri olarsa, yenə bəraq sualdan. X kvadrat plus 5x plus 3 bərabər 0. Bir dəqiqə şox. Davam edək. Dedim ki, x1 və x2 tənlik kökləri olarsa, bunun qiyməti, yəni x1 vurulsun x2, burada verilib. Vurulsun x1 plus x2-nin qiyməti tam. Ay uşaqlar, hər şeyimiz var. Bu tənlik çevrilmiş kvadrat tənlik. Bilirik ki, tənlik kökləri hasili sərbəsərdə mənfi 3-ə bərabərdir. Tənlik kökləri cəmi, ikinci əmsalın əksi müsbət 5-dir, mənfi 5-ə bərabər. Görsünüzmü? Bu da var əlimizdə, bu da var. Gəlin yerinə qoyaq. Köklər hasilinin yerinə mənfi 3 qoyaq. x1 plus x2-nin də yerinə mənfi 5 qoyaq. Mənfi 3-ü mənfi 5-ə vuraq. Bilirik ki, mənfiyə vuranda müsbət, 3-ü 5-ə vuranda 15. Cavabımız nə olur? Müsbət 15 variantı. Bu da belə. Keçirik 11-ci suala. 11-ci suala baxaq. Deyir ki, x kvadrat minus 8x plus 2 bərabər 0. Tənlik kökləri x1 və x2-dir. Yenə, tənlik köklər cəmi biz bilirik ki, ikinci əmsalın əksi, mənfi 8-in əksi müsbət 8. Tənlik kökləri hasili 1-ə bərabər, sərbəst həddə, x-sız, doğru dillə deyirəm, x-sız, sərbəst həddə bərabər. Aha, heç məsələni həll eləməyə məncə ehtiyac yoxdur. Çünki hər şey verilir. Baxın, deyir ki, x1 bərabərdir 2 bölünsün x2, olarsa 2-ünü tapın. Bir dənə fikir verin. Mən nə dedim bayaq? Çarpaz vururuq. Buranı bura vururuq. x1-i x2-yə vururuq. Bərabər götürürük 2. Bunun məxrəci 1-dir. 2-ni də 1-ə vururuq 2. Var da elə bizdə x1, x2 nəyə bərabərdir? 2-yə. Gətirək burada yerinə qoyaq. 2 bərabər nə alırıq? 2. Deməli bizə də 2 lazım idi. 2-yə neçə tapdıq? 2. Cavabımız oldu E variantı. Keçik 13 nömrəli suala. Bir x1 tənliyin bir kökü. 2 minus kök 3 olarsa, o biri kökü də 1 plus kök 3 olar. Çevrilmiş kvadrat tənliyi göstərir. Çevrilmiş kvadrat tənlik, yəni bu şəkildə deyir göstərin. X kvadrat plus px plus q bərabər 0. Biz bilirik ki, köklər cəmi
köklər cəmi. İkinci əmsalın əksidir. Köklər hasili ikinci, daha doğrusu sərbəstlə də bərabərdir. Bizdə x1 də var, x2 də var. Gəlin birinci mənfi p'ını tapaq. Mənfi p nəyə bərabərdir? x1 üstəgəl x2-yə. Və buradadır. x1'in qiyməti var. 2 minus kök 3. x1'in yerine koyuyorum 2 minus kök 3. x2'nin de yerine ne koyuyorum? 1 plus kök 3. İndi fikir verin. Mənfi kök 3'ün üstüne müsbət kök 3 0. Bura mənə nə verdi? 0. Nə qaldı? 2 üstə gələk 1. 2'nin üstə 1 gələndə 3. Mən mənfi p'ya 3 tapmışam. Yaxşı, bəs p nəyə bərabər olur? Hər tərəfi mənfi 1'ə bölsəm, mənfi 1'ə. Mənfini mənfiyə bölündə müsbət. Bura müsbət 1 eləyir. Müsbət 1. 3'ü mənfi 1'ə böləndə mənfi 3. Bu mənfi bunun yanına keçirdi. Doğru dildə deyirəm, amma sizlərin başa düşməsi deyə bunu bu cür deyirəm. P neçə oldu? 3. Gətirib bax burada P'nin yerinə 3 qoyacağım. Olacaq x kvadrat plus 3x. Hələ qını tapmamışam. Variantla işləyim. Müəllim dedi ki, bura plus 3x'dir. Variant getdi. A getdi, C getdi. Ya budur, ya da 2 7. Atmaq istəyirsiniz, atmağın yolları. 2 nəyə bərabər idi? Müəllim dedi, x1 vurulsun x2'yə. x1'in qiyməti var. 2 minus kök 3. x2'nin qiyməti var. 1 plus kök 3. 1 vururuq. 2'ni 1'ə vururuq. Bir dəfə. 2'ni kök 3'ə vururuq. O bir dəfə. Eyni qayda ilə mənfi kök 3'ü 1'ə vururuq. Mənfi kök 3'ü kök 3'ə vururuq. Bərabər hesablayaq. 2'ni 1'ə vuranda 2 üstə gələk. 2'ni kök 3'ə vuranda 2 kök 3 minus 1'i kök 3'ə vuranda kök 3 minus kök 3'ü kök 3'ə vuranda nə eləyir? Kök 3 vurulsun 3 bir kökün altında. Bu deyilir kök 3'ün kvadrat. Köylə kvadrat gelir, eləyir 3. Burada mənə verdi 3. Bərabər. Oxşarları bir hesablayın. Və ayrıram buradan, qarışdırmayın. 2'nin üstünə 2'dən 3 çıxın daha doğrusu. 2'dən 3 çıxanda nə eləyir? Mənfi 1. Mənfi 2 kök 3'dən də kök 3 çıxanda 1 kök 3'dür də bu. 2'dən 1 çıxırsınız 1 eləyir. Kök 3'ü də yanına yazırsınız, olur kök 3. 2'dən də 3 çıxanda eləyir mənfi 1. Deməli, q'muz nəyə bərabər oldu? Kök 3 çıxılsın 1'ə. Gəlin yerinə qoyaq. Hanı yuxarı gəl. Q'nun da yerinə nə qoyaq? Kök 3 çıxılsın 1. Kök 3 çıxılsın 1. Bunu tapıb görün variantda. Variant. Başa düşdünüz? 14, 15. Suallar da buna aiddir. 12, 14, 15. Onlar siz yazarsınız. 12, 14, 15. Aha. 6, 8, 10. Bunlar da belə. Keçirik 16'ya. 16 nömrəli sual. Deyək, tənliklərdən hansının kökləri müxtəlif işarələrdir. Baxırıq 1-1. Uyğunluq testi kimi bir şeydir. 1-1 baxmalıyıq. Deməli, qaldı 16'da. 1-1 yoxlayırıq. Tərkiblərdən hansılan köklərin müxtəlif işarələrdir. 5x plus 2 bərabər 0. Bir dəqiqə. Aha, deməli 16. Təkrar bir də deyirəm. Deyir, köklərindən hansıları müxtəlif işarələrdir. Burada q'ya baxmalısınız. Q deyəndə, yəni x kvadrat minus plus px plus q bərabər 0. Burada olan bu q'ya, sərbəst səddə. Çünki sərbəst sədd nəyə bərabərdir? Köklər hasilinə. Siz bilirsiniz ki, köklər hasili müsbətdir. Bu müsbət 2'dir. Mənfini mənfiyə vursaq müsbət eləyər. Bir də müsbəti müsbətə vursaq müsbət eləyər. Düzdür? Mən 4'ü 8'ə vursam 32 eləyər. Bir də mənfi 4'ü mənfi 8'ə vursam 32 eləyər. Ona görə bunların ikisinin işarələri eynidir. Yəni tənliyin hər iki kökün işarəsi eynidir. Mən də deyim müxtəlif işarələr. Biri çıxardıram variantdan. Fikir verin, hansıların burası müsbətdirsə, deməli orada köklər eyni işarəlidir. Baxın, ikinci də, dördüncü də eyni qayda. Köklər hasil nə olacaq? Müsbət 3. Müsbət 3 gördünüz.
7 bərabər 0. Köklər hasili nəyə bərabərdir? Mənfi 7-yə. Siz mənfini müsbətə vursanız mənfi alarsınız. Bir də müsbəti mənfiyə vursanız mənfi alarsınız. Tənliyin kökləri nə oldu? Müxtəlif işarələr oldu. Ona görə 3 ilə 4-ü də buradan götürürük. 3 ilə 5 daha doğrusu. Cavabımız olur 3 ilə 5. 17-ni evdə yazarsınız. Geçsin bu sualdan da. 18'e eyni qaydada. 19. Gəldik 19'a. Deyir ki, x kvadrat plus 3x üstə gəlirsin. K kvadratı minus 7k plus 12 bərabər 0. Tənliyin köklər hasilini 0'a çevirən. Yəni deyir, tənliyin kökləri hasili 0'a bərabər olsun. Sənə bunu deyir. K parametrinin qiymətləri cəmini tap. Biz bilirik ki, demişəm ki, harada x yoxdursa, o sərbəst həddir. X bura qədərdir. X kvadratı plus 3x. Bu qının yerində nə durub? Plus dx plus qının yerində. Bu durubda bu nəyə bərabərdir? Köklər hasilinə bərabər deyil. Bu ifadə köklər hasilinə bərabərdir. Mən nə aldım? Köklər hasilinə bu ifadə. Mən də deyir ki, şərtlər 0'a bərabərdir. Yəni, baxın, bura k kvadrat minus 7k plus 12 nəyə bərabərdir? 0'a bərabərdir. Bu da addelini bir dənə kvadrat tənlik. Addelini. Başa düşürsünüzmü? Bunun kökləri necə tapıram? Bir hesablayaq. Buna da bir diskriminant aldıq. Diskriminantın üstünü demişdim. T bərabərdir. B kvadrat minus 4ac bölünsün 2a. Belə mi? Yox, 2a yoxdur burada. Estağfurullah. B kvadrat minus 4ac. B'nin yerində nədir o? Tənliyimiz bu cür deyil. Ax kvadrat plus bx plus c. Diskriminantda kvadrat tənlik. B'nin yerində nədir o? Mənfi 7. Mənfi 7'nin kvadratı minus 4. 4 nə işim yoxdur? A. A'nın yerində nədir o? 1. C'nin yerində müsbət 12. Bu da deyir, mənfi 7'nin kvadratı 49. Minus 4'ü də 12'ye vuranda, 10'u da 1'e vuranda 48. 49'dan 48 çıxan verir 1. Diskriminant neçə oldu? 1. İndi tənliyin köklərini tapmalıyım. Burada tənliyin hərfi nədirsə, kökləri də onunla işarə olunur. K ilə. K1, K2'ni hesablamalıyım. K1'i hesablayanda mənfi B üstə gələr kök altında D bölünsün 2A. K2'ni hesablayanda mənfi B minus kök altında D bölünsün 2A. B'nin yerində nədir o? Mənfi 7. Bir dənə mənfi burada müsbət 7. Üstə gələr. D-nin qiyməti nədir? 1. Kök altında D-nin qiyməti nə olar bəs? D-nin yerinə 1 qoyuram. Kökdə 1'dən 1 çıxır. 7 üstə gələr. 1 bölünsün 2A. A-nın da yerində 1 durub, 2'ni 1'e vuranda 2. 7'nin üstə 1 gəlirəm 8. 8'i 2'ye böləm 4. K1 olur 4. K2 nə olur? 7 minus 1 bölünsün 2. Burada plus'u, burada minus. 6'nı da 2'ye böləndə 3. K1 4 oldu, K2 3 oldu. İndi mənə nə deyir? Deyir, K parametrin qiymətləri cəmi. Yəni, 4 ilə 3'ün cəmi eləyir 7. Cavabımız neçə oldu? 7. 20'ni evdə yazarsınız. 20 evə. Keçdik 21 nömrə suala. 21 nömrə sualda deyir ki, 4x kvadrat minus 7x plus a bərabər 0. Tənliyin kökləri bu şərtini nə zaman ödəyər? A parametrinin hansı qiymətini? Bu çevrilmişdi mi? Yox. Bu 4 qoymur çevrilmiş olsun. Hər tərəfi bölürəm 4'ə. 4x kvadratını 4'ə bölürəm. Eyni qaydada 7x'i da 4'ə bölürəm. Eyni qaydada a-nı da 4'ə bölürəm. Bərabər 0'ı da 4'ə bölürəm. Hər tərəfi 4'ə bölürəm. 4x'i 4'ə böləndə x kvadrat minus 7 bölünsün 4x a bölünsün 4. Bu da bölünmür. Niye? 0'da 4'ə böləndə 0. Bunu aldım. İndi buradan mən qayıdıb deyirəm ki, tənliyin kökləri hasili x1 ilə x2 sərbəst həddə x-siz olan yerə a bölünsün 4'ə bərabərdir. Tənliyin kökləri cəmi ikinci əmsalın əksinə mənfidir, oldu müsbət 7 bölünsün 4. Bunlar bərabərdir. Sonra mənə nə deyir? Deyir, nə zaman bu şərti ödəyir? Gəlin yerinə qoyaq. Necə yerinə qoyaq? Nəyi tapaq? Bizə dəqiqə 4x2. Aha. Gəlin buradan ya x1 tapaq, ya x2'ni. Ən məsləhətlisi x2'ni tapaq. Deyəcəm niyə?
içini tapaq. Ay sol x içini tapaq. X içini tapanda nə edirsiniz? A-nı bölürsünüz 4 bölünsün x1'ə. X1 bu 4'ün yanına gelmir. Bayaq yuxarıda da demiştim. Olur 4x1. X2'yi yerine aparıb bunu qoy. Gəlin aparaq bu ifadədə yerinə qoyaq. X1 üstə gələk 4x2 bərabər 1. X2'yi yerine qoyaq. X1 üstə gələk 4a bölünsün 4x1 bərabər 1. Bunu aldın mı? İndi fikir verin. 4'ü vururam a'ya bölürəm 4x plus x1'ə. 4'lər ixtisar gedir. Mənə qalır a bölünsün x1. Bu da mənə verir x1 bölünsün x1 plus a bölünsün x1 daha doğrusu hesab. Hə, bu deyil bu ifadə. İndi bunu həll edirəm. Bunu necə həll edeyim? Ortaq məxrəc. Bunun məxrəci 1'dir. Bunun məxrəci x1. Bunu nə etməliyim? x1'ə vurmalıyam. x1 üstə gəlinsin. Bunu bura vururam. x1 x1'ə vururam. Üstə gəlsin a. Bölünsün x1 bərabər 1. Buradan alıram ki x1 x1'ə vuranda x1'in kvadratı üstə gəl a bərabər x1. Nə aldım? x1 kvadratı çıx x1 bərabər a'ya bu tərəfə keçirdim mənfi a'ya bərabər. Və yaxud da tərsinə a'yı tapmaq istəyirsinizmi? x1 çıxılsın bu x1'in kvadratını bu tərəfə keçirin eləsin x1'in kvadratı. Bu deməli bunu hardan alaq? Bunu da bax buradan alaq. Gəlin bax bu x2'nin qiymətini həm də burada yerinə qoyaq. x1'i tapaq indi təzən. Bir də burada yerinə qoysam. Alıram x1 plus a bölünsün 4x1 bərabər 7 bölünsün 4. Bir də burada eləsəm. Yenə burada ortaq məxrəc 4x1. x1'i nə edirəm? Vururam 4x1'ə. Üstə gəlirəm a-nı. Bölürəm 4x1 bərabər 4'də 7. Demişəm ki məxrəclər bir sürətdə bir ixtisar olunur. Məxrəcləri ixtisar elədim. Nə aldım? x1 vurulsun 4x1. Yəni 4x1'in kvadratı üstə gəl a bərabər 7x1. Bunu aldım mı? Buradan a'ya nə tapdım? 7x1 minus 4x1'in kvadratı. Bunu tapdım. A'nın bir qiyməti budur. O biri a'nın qiyməti də bax budur. x1 çıxılsın x1'in kvadratı. Gəlin bunları bir-birinə bərabər götürək. Bu yuxarıdakı a'nın qiymətini bax bu yuxarıdakini görürsünüz. Bu a'nın qiyməti sollar bərabər, sağlar bərabər. 7x1 çıxılsın 4x1'in kvadratını a'nın qiymətini. Bu a'nın qiymətinə bərabər götürək. x1 çıxılsın x1'in kvadratı. Buna bərabər götürüm. Hər tərəfini yığıram sol tərəfə. 7x1 çıxılsın x1 minus 4x1'in kvadratı minus bu tərəfə keçdi oldu plus x1'in kvadratı bərabərdir. Bu tərəfdə nə qaldı? 0. 7'dən bir dənə x1 çıxanda 6 dənə x1 çıxılsın. Niyə çıxılsın? Mənfi 4'ün üstünə 1 gələndə mənfi 3 x1'in kvadratı. Bu da bərabər 0. Hər tərəf 3'ə bölünür. Yəni hər tərəfi 3'ə bölək. 6 3'ə böləndə 2x1 minus 3 3'ə böləndə 1. Bir də yazılır x1'in kvadratı. Bərabər 0. Ortaq vuruq. x1'ə çarpsam. Nə alıram? x1'i çıxartdım. x qaldı. x1'in birini çıxartdım. 1'i qaldı. Bərabər 0. Bu tənlikdə kökün biri bir dəfə. x1 bərabər 0. Bir dəfə də 2 minus x1 bərabər 0. Bunu həll edir. Buradan da x1'ə tapıram 2. x1 bir dəfə 0'dır, bir dəfə 2'dir. İndi mənə nə deyir? Parametrin hansı qiymət? Aha. Gəlin x1'ə aparaq bir dəfə 0, bir dəfə 2 qoyaq. İndi sizə bir şey deyim. Bizdə burada biz dedik ki x1'ə aldım, 0 aldım, bir də ki 2 aldım. 0 ödəmir. Niyə ödəmir? Kəsr məxrəcinə baxın bizə. Kəsr məxrəci 0 ola bilərmi? Ola bilməz. Ona görə tənliyin kökü x1 bir dənə 2 olar. Yerinə 2 qoysam, burada qoyum. Burada qoyuram. Hara getdi? Hə, burada qoyum a-nı tapım. x1'in yerinə gəlin 2 qoyaq. Və yaxud da ən sadəsi burada qoyun. A bərabər x1 minus x1'in kvadratı. Qoyuram. x1'in yerinə 2 qoyuram. Bərabər 2 minus 2'nin kvadratı. 2'dən çıxıram 4'ü eləyir mənfi 2. Cavabım nə oldu? Mənfi 2. Başa düşdünüz? Biraz qəliz məsələ idi. Amma ki maraqlı sual. 22. 22'ni evdə yazırsınız. Yaxşı.
Demək olar 22 ilə 21-dən eyni şeydir. Sadəcə 22 ilə bunu vurub açmalısınız. Oldu mu? Keçirim 23 nömrəli suala. Başa düşdünüz bu sualı? 21-i. Bəli. Lap istəyirsiniz həllini şəkil kimi də götürün, fərqi yoxdur. Şəklə sığmır ki, götürün. Şəkli heç sığmır yerə gəlsə götürməyə. Yox, sığırmış da ya. Müəllimə, mən gedirəm. Hara gəlsən? İngilis dili, Azərbaycan dili yazmalıyam. Sonra da yatacağım. Riyaziyyat heç nədə olmuşam. Aynen. O işte başa düşmürəm. Heç olmasa gelin başa düşdüklərimi başa düşün. Heç nə, yaxşı örnəksən. Bunlar 10-cu sinifdir. Bunlara çox yaxşı örnəksən ayam, çox. Çıx səndən, çıx. Aynen. Çıx. 10-cu sinifdə dillər var. Oxusunlar xoş-xoş. Oxusunlar, məncə də oxusunlar. Ən böyük tövsiyən odur ki, sən oxumamısın, bunlar Bəli. oxusun heç olmasa. Bəli. Məncə də. Heç nə, gecən. Eləməmişəm sizi. Heç bilmədim. Bəli, bəli. Heç nə, gecən xeyir. Bəli, bəli. Sən get, sən sağ ol. Sağ olun. Sağ ol, sağ ol. Keçirik 23 nömrəli suala. nömrəli sual. Verilən parametrinin hansı qiymətində x kvadrat plus 2 vurulsun m minus 2 x üstəgəl 7m bərabər 0. Köklərinin ədəd ortası. Köklərinin ədəd orta nədir? Toplayır, sayına bölürsən. Nəyə bərabərdir? 6-ya. Buradan köklər cəmlə nə tapırsınız? 2 dəfə 6, 12. Elə eləməlisiniz ki, köklər cəmi 12 olsun. Biz bilirik ki, köklər cəmi nəyə bərabərdir? Tənliyin özündə deyirəm, amma hələ bu düsturla işim yoxdur. Düstursuz şəkildə deyirəm. Nəyə bərabərdir? Deməli, köklər cəmi ikinci əmsalın əksi. Əks nədir? İkinci əmsal nədir? 2 vurulsun m minus 2, x-in əmsalı. Bunun əksini, müsbətdir mənfisi. İndi fikir verin. Bu 12-yə bərabərdir. Onda bunu da 12-yə bərabər götürərək, oradan m tapaq. Yəni, mənfi 2 vurulsun m minus 2-ni 12-yə bərabər götürək. Hər tərəfi mənfi 2-yə bölsəm, m minus 2 nəyə bərabər olur? 12-ni 2-yə böləndə 6, mənfiyə böləndə mənfi 6. Buradan m tapıram, m bərabərdir, mənfi 6 üstə gələk 2. Mənfi 6-nın da üstünə 2 gələndə mənfi 4. Bizdən də m sorucudur, elə m neçə olur? Mənfi 4. Cavabımız olur, mənfi 4, A variantı. 24 deyil, 23. A variantı. Aha. 24'ü özünüz yazırsınız. Yox, fərqli sual deyirsən, dayan. Fərqli sual. Əslində eynidir. Sadəcə ölçmək lazım deyil. Deyir ki, x kvadrat minus 6x plus c bərabər 0. Köklərin, tənliyin köklərinin kubları cəmi. Tənliyin kökü 1x1, 1x2. Bunların kubları cəmi. Tənliyin köklərinin kubları cəmi. Nəyə bərabərdir? 162. Biz bilirik ki, bu tənliyin kökləri cəmi ümumiyyətcə nəyə bərabərdir? İkinci əmsalı mənfi 6-nın əksi 6-ya. Köklər hasil nəyə bərabərdir? C-ya. Sərbəst həddə. Kub düsturunu bilməlisiniz. Müxtəsər vurma düsturu. Kub düsturu nəyə bərabərdir? Kim bilir? Bunların kubu nəyə bərabərdir düstur olaraq? Sizi gözləyirəm. Kublar cəmi. Kublar cəmin düsturu necədir, Aliyə? Akşı necədir? Benim A plus B'nin kubu. Onun da açılışını değil mi? Dedi, açılışını dedi. Benim A'nın kvadratıydı. İşte gelsin 2A kvadratı B. İşte gelsin 2AB kvadratı. İşte gelsin 1 kvadratı. Kvadrat. Təkrar da görüm nə deyirsən sən? Problem değil benim. Düsturu bir də deyir. Benim A plus işte A işte gelsin 1 kubu beraberdir A kvadratı işte gelsin 2A kvadratı B işte gelsin 2. Kub düsturu, cəmi kublar cəmi düsturu necədir? Onların cəmi vurulsun. Cəmi vurulsun.
Ayna niye yazıram ki? X1 plus x2 bu düsturu qeyd edin. Bunlar vurulsun birincinin kvadratı. Minus birincinin ikinci müazin bir cəmisli. Burada iki misil yoxdur. Üstə gəlir o birinin kvadratı. Yəni x2'nin kvadratı. Düstur olarak budur. Bizde her şey var elimizde. Var tabii ki. Gəlin yerinə qoyaq. Yerinə qoymamışdan əvvəl. Bu da var. Köklər hasili də var. Axı bizdə x1'in kvadratı üstə gəlir. x2'nin kvadratı yoxdur. Bax, bunun da yerinə nə yazarsınız? Bunların cəmi kvadratı hazır düsturdur. Çıxılsın. Düstur olarak əsas düstur budur. Fərqin düsturudur. Bu müxtəsər vurma düsturunun yediliyinə daxil edilmir. Düsturdakı budur. İki misli çıxılsın bunlardan. Bunun yerine bunu koyacağız. Gelin koyalım əvvəlcə. Əvvəldə var x1 plus x2 vurulsun. Bak bu x1, x2 cəmi yerine bak bunu koyalım. x1 plus x2'nin kvadratı çıxılsın 2x1, x2 minus. Yine bak bunu koyalım. Minus 2. Daha doğrusu 2 yok. x1, x2. Mötəzəni bağlayıram. Her şey var elimde. Demiştim kökler cəmi 6'ya bərabərdir. Bunun yerine ne koydum? 6 koydum. Bak şöyle içine yazdım. 6 koydum. Vurulsun. Bunun yerine 6 koydum. Kvadrata yükselttim. Çıxılsın. İçine vururam. Kökler hasili c'ya bərabərdir. 2 c minus. Burada da bir dənə tək. Bir dənə x1 x2 burada da c var. Bu da mənə verir. 6 vurulsun. 6'nın kvadratı 36. Çıxılsın 2c 2 1c mənfi 3c. Bu elədir. İndi mənə deyir ki, bu əvvəldən demişdi ki, bax bu 162'ye bərabərdir. Buna da mən aldım bax bunu. Deməli bu 162'ye bərabərdir. Bunu həll edək. 162'ni 6'ya bölməsiniz. Əvvəlcə 36 minus 3c bərabər 162. Neyinirsiniz? 162'ni 6'ya bölürsünüz. Yəni 36 minus 3c bərabər 162 bölünsün 6. 162'ni 6'ya böləndə önün görüm necə düşür? 2 dəfə 6 12, 42, 7 dəfə 6 42. Eləyir 27. Yəni 36 minus 3c bərabər 27. Gəlin buradan hərəsini sağa sola keçsək. 36 minus 27 bərabər 27'ni bu tərəfə keçirdim. Mənfi 3'ni də bu tərəfə keçirdim. Olsun müsbət. 36'dan 27 çıxanda 9 bərabər 3c. C'nin qiyməti neçə olur? 3 nəyə vursam 9 eləyər. 3'ə. C'yə tapdım neçə? 3. Elə məndən də C'yi soruşurdu. C neçə elədi? 3. Başa düşdünüz? C elədi 3. Aha. Keçirik 25'ə. Deyir təmin həqiqi köklərin hasilini tap. Həqiqi köklərin hasili. Bunu keçən səfər izah eləmişdim deyəsən. Yazmışdınız mı? Deyəsən müəllim izah eləmişdiniz. İzah edin, nə olar ki? Bir sualların hamısını qeyd edin. Bax, dəftərə şəkil mən atasız. Kayıt falan gözləməyin. Kaydı sabah atacağım. Bugün kaydı atmaq yoxdur. Dərsdən çıxan kimi hamı dəftərin şəklini atır. Bu tənin həqiqi köklərin hasilini tapın. Mən bilmirəm hələ bu tənin kökləri nədir, nə deyil. Neyinirəm? Hər birini ayrı-ayrılıqda hesablayın, görüm kökləri nədir. Bunun köklərini tapmaq, bunun kökləri x1, x2'dir. x1 və x2. Bununkuna x2, 3, 4 deyək. 4 dənə kökü var tənin ümumilikdə. Ortaq kökü də olsa başqa məsələ. Birinci bunun diskriminantını tapaq. D bərabər bir kvadratı minus 4 a'sı 1'dir, c'sı 2'dir. 4 a'sı. Mənfi 2 kvadrat 9 minus 4 dəfə 2 8. Bu elədi 1. Diskriminantı tapdım 1. Tənin köklərini x1 tapaq. x1 mənfi b plus kökdə d bölünsün 2a. x2 də mənfi b minus kökdə d bölünsün 2a. Mənfi b. B yeniləndir. Mənfi 3. Bir mənfidir. Burada müsbət 3. Üstə gələk. 1'dir. Kökdə d müsbət 1 olacaq. 1'in kökündən elə 1 çıxır da. Aha. 3 ilə gələk. 1 bölünsün 2 dəfə 1, 2. A da 1'dir. 4'ü də 2'ye böləndə 2. Kökün 1 oldu 2. O biri kök.
3 minus 1. Bura plus'u, bura minus avtomatik. 2'ni 2'ye böləndə 1. Deməli, x1 ilə x2 oldu. 2 ilə 1. İndi keçək bu birini həll edək. Yəni, x kvadrat. Onu da yazıram yaşıl rəngdə. X kvadrat minus 3x minus 8 bərabər 0. Bunu köklərini tapaq. Bunun kökləri də mənə verir. X kvadrat, x3, x4. Diskriminantı tapaq. B kvadratı, 3'ün kvadratı 9 minus 4 a s'de -8. 9'un üstüne. Niye üstüne? Menfi burada, menfi burada. Orta plus 4 de 8, 32. Bu deliği 9'un üstüne de 32 gelende 30, 41. Kök 41. Biraz gəliz olacaq. Niye? Çünkü kök 41'den kök çıxmır. İndi x3'ü tapaq. x3 nəyə bərabərdir? Mənfi b üstə gəlsin kökdir. Bölünsün 2 a. Mənfi b, mənfinin yerində mənfi 3 durub. Bir mənfi də burada 3. Plus kökdə 41 bölünsün 2. x4 də bərabərdir. 3 minus kökdə 41 bölünsün 2. Tənin həqiqi köklərini. Uşaqlar. Bura 24 0 değil ki, biz bunu ayrı-ayrılıqda 0'a bərabər götürmüş. Səhv elədik. Biz bunu bir-bir vurub açmalıyıq. Bu həlli səhv yazdım. Elə verirəm 0 duram. Yo, bu 0 değil uşaqlar. Bu 0 değil, bu 24. 0 olsaydı həmən deyən kimi idi, amma 24 daxı. Məcburuq bir-bir vuraq. X kvadrat minus 3x plus 2'ni vurursunuz. X kvadrat minus 3x minus 8'e beraber götürəcəyik axırda 24'e. Bir-bir vururuq. X kvadratına vuraq. Minus x kvadratını mənficə vuraq. X kvadratını 8'e vuraq. Minus. Həmin bax bu mənfi x'i x kvadratına vuraq. Mənfi x vurulsun x kvadrat. Mənfi x'i mənfi x'e vuraq. Üstə gələrək 3x vurulsun 3x. Mənfi 3x'i daha mənfi 8'e vuraq. Yenə mənfiyə vurub müsbət yazıram promoy. 3x'i daha 8'e vuraq. Eyni qaydada 2x. Bunun x kvadratına minus 2 dəfə 3. 6x. Promoy vurdum. 2 vurulsun 2x. 2'ni də mənfi 8'e vururam. Bərabər 24'e. Şərt öz verib. X kvadratına vuranda x üstü 4. Minus 3x'i x kvadratına vuranda 3x kubu. Minus 8x kvadratı. 3x x kvadratına vuranda minus 3x kubu. 3x'i 3x'e vuranda 9x kvadratı. Üstə gələk 3x'i 8'e vuranda 24x. 2x kvadratda yerində. 2 dəfə 3 6x. 2 dəfə 8 16. Bərabər 24. Oxşarları 1. X üstü 4'e oxşar heç nə yoxdur. Özünü yazıram. 3x kubu burada, 3x kubu burada. Eləyir 6x kubu. Mənfi nəzərə almıram. 3 ilə 3'ü toplayıram. Eləyir 2 çünki x də mənfi. Eləyir 6. Mənfi 8x kvadratı burada. Üstə gələk 9x kvadrat. Elə bir 8 üstünə 9 gəlsin. Eləyir bir dənə x kvadrat. Üstünə də 2 dənə burada gəldin. Elə də 3 dənə x kvadrat. 24x'dan 6x çıxırsan. 24'dən 6 çıxırsan. Neçə eləyir? 16. X çıx 16 bərabər 24'də. Bunu həll eləməliyik. Bunu həll eləmək üçün gəlin əvvəlcə eləyək. X kubu, x kvadratı, x çıxarsam, tənin birinə x desəm. Gəlin x kvadratına bir dənə t deyək. Niyə x kvadratına bir dənə t deyirəm? Tənliyi kvadrat tənliyi salmaq üçün. Buna t dedimsə, bunun kvadratı üstü 4 olacaq. Onda burada olur t kvadrat. Yəni x üstü 4 nəyə bərabərdir? X üstü 2 vurulsun x üstü 2. Birinə t demişəmsə bu olur t kvadrat. Minus 6 x vurulsun t x kubu nə deməkdir? X vurulsun x kvadrat.
t üstə gələk 16 x çıx 16 bərabər 24. Biraz qəliz oldu niyəsə. T kvadratı plus 3t. 3t'ni burada yazdım. 3t. Bu ikisinden x'lar çıxarsam t kvadrat minus 6t x üstə gəl 16x üstə gəl 3t minus 16 minus 24. Minus 24 hardan aldım? Müsbət 24'ü bu tərəfə keçirdim. Oldu mənfi. Alıram t kvadratı minus ortaqlıq bu ikisindən x'i çıxarsam alıram 6t plus 16 mənfi 16. Niyə mənfi 16? Bir mənfi də bilməz. Burada açanda müsbət eləsin. X üstə gəl 3t minus 16 çıx 24 bərabər 0. Biraz qəliz oldu ya uşaqlar böyle ver. Mənə elə gəlir. Bunu keçən dəfə necə yazmışdıq? Aç bax gör bu sənin dəftərində durur. Niyə yadımdan çıxdı bu həlli? Deyəsən səhvlər məncə 40 idi bunun cavabı. Gözüm mənim. Bax bir dənə. Mənə elə gəlir bu həllini almışdıq. Ya 40 idi ya mənfi 40 idi cavab. Çünki bu qədər uzatmamışdıq. Elə yadıma gəlir. Məsələn çox uzatdıq. Mənim yoxdur bu dəftərdə. Yazmamısan bəlkə. Akşi sən bax bir dənə bəlkə sən yazmısan dəftərə. Bende de yoktu. Yazmışdıq. Yəqin yazmamısınız dəftərə. Amma çünki sualı işləmişik biz. Prosto yine beynim qarışdı. Həlli getdi. Tənlik köklərinin hasilini tapın. İşsiz almışım bu şəklini. Ya mən atmalıydım sizə ya da siz yazmalısınız. Neyse bir şey olmuştu ama bu sualı işləmişik biz yadımdadır bu sual. Tənliyi bizə nə verib? X kvadrat çıx 3x vurulsun x kvadrat minus 3x plus 8. Məsələn, siz nə eləməliydik uşaqlar burada? Baxın, bizim hər iki tənliyimizdə nə var? X kvadrat çıx 3'lər var, düzdür. Gəlin elə bu x kvadrat çıx 3x-a t deyək də biz. Məsələn, niyə uzadırıq ki? Ondan sonra onu götürüb bir ayrı həll edək. Minus 8 bərabər 20. Görsün, ortaq var. Bayaqdan buna əlaqələn demək istəyirdim. Olur. Gəlin bunu yazaq. Cavab əslində keçən dəfə almışıq. Cavab nəsə mənfi idi. Ya 10 idi ya da 40 idi. Mütləq ikisindən biri. Buna bir dənə t deyək. Baxın aşağılar. Yəni x kvadrat çıx 3x-ə bir dənə t deyək. Yerinə qoyaq. Bu olur t plus 2. Burada olur t minus 8. Bərabər 24. İndi bunu həll edirik. İndi bax burada bulmamız düzgündür. Burada bir vursaq. Bir vursaq. T'ni t'yə vururuq. T'ni mənfi 8'ə vururuq.
vururuq, eləyir 8-də. 2-ni T'yə vururuq, eləyir 2T. 2-ni 8-də vururuq, eləyir 16. Bərabər 24. T kvadratı çıx 8T ilə 2T, mənfi 8 ilə 2T, 6T. Minus 16, 24'ü tədqiq geçtim oldu minus 24. Mənfi 24 ilə mənfi 16 eləyir mənfi 40. Buraya da yazıram 40. Bərabər 0. Şimdi bunu həll etmək üçün diskriminant. Üçə bax burada diskriminanta keçməliyik. Düzünü dedim, düz dedim. Əslində başqa bir şey də eləyə bilərik. Hansı ədədlərin hasili 40 cəmi müsbət 6-dır. Təbii ki, bu hansı ədədlərdir? Cəmi 6, hasili 40. Ondan 4'dür. Əslində ondan 4'dür. Viyet teoreminə əsasən. Mən demişdim, bax, Viyet teoremi bundan ötürü var. Tənliyi köklərini tez tapmaqdan ötürü. Diskriminantla yazaq. D bərabər B kvadratı minus 4 hasil. B'nin yerində nə durub? Mənfi 6. Mənfi 6'nın kvadratı minus 4 olsun. A'nın yerində 1. S'nin yerində mənfi 40. Mənfi 40. Bu deyilir 6'nın kvadratı 36 üstə gəlsin. Mənfi müsbət. Ona görə plus yazın. 4'ü 40'a vuranda 160. 160 üstə 36 gələndə 196. Bilirsiniz ki 196 da 14'ün kvadratı. Məncə bilirsiniz. Tənliyin köklərini tapaq. Tənliyin kökləri nə olacaq? T1, T2. Adı nədirsə o tənliyin kökü. T1. Mənfi B. Mənfi 6. 1 mənfi 4'ü 6. Üstə gələk. 14 bölünsün 2. 20'ni 2'ye böləndə 10. T2'də nəyə bərabər olur? Bir də düsturu yazmadım. Çünki bayaqdan yazdık. 6 minus 14 bölü 2. 6'dan 14 çıxırıq. Mənfi 8. 2'ye bölürük. Mənfi 4. Tənliyin kökünün biri 10. Biri mənfi 4. İndi nə edirsiniz? Aparırsınız. Hər ikisini yuxarıda bir yerinə qoyursunuz. Bir necə qoyursunuz? Bizim tığımız nəyə bərabər idi? Buna bərabər idi. Gətirin bir dəfə 10'a bərabər. Bir dəfə də mənfi 4'ə bərabər. X kvadratı minus 3x'i bir dəfə 10'a bərabər götürək, həll eləyək. Bir dəfə də mənfi 4'ə bərabər götürək, həll eləyək. X kvadrat minus 3x minus 10 bərabər 0. Deyin görüm, hansı ədədlərin hasili 10 cəmi 3'dür. Müsbət 3. Mənfidirsə müsbət. Təbii ki 5 ilə 2'nin. 5 ilə mənfi 2'nin. Mənfi 2'ni yazırıq. Plus 2. Bax, bunu 0'a bərabər götürəndə eləyir x mənfi 2. Buna görə mənfi burada plus yazırıq. Müsbəti mənfi yazırıq. Biz 5'i mənfi 2'ye vursaq eləyər mənfi 10. Ödədi mi? Ödədi. 5'in üstünə mənfi 2 gəlsək eləyər 3. Bunun əksi olmalı. Biz demişik ki köklər cəmi 2 cəmsalın əksi. Birinci tənliyimizin kökü oldu bu. Yəni kökün biri x1 5'dir, x2 mənfi 2. Keçik o birinə. O birdə nə demişdik? Bir dəfə də t'yə bərabər olmalıdır. Mənfi 4'ə. Yəni x kvadratı çıx 3 x bərabər mənfi 4. Burada da x kvadratı minus 3x mənfi 4'ü bu tərəfə keçdi oldu. Üstə gəlib 4 bərabər 0. Hansı ədədlərin hasili 4 cəmi 3 eləyir. Bu ədədlər də hansıdır? 1 ilə 4 olar mı? Mənfi 1 ilə mənfi 4. Yox, cəmi 5'i. Əslində bu tənliyin heç diskriminantı həll yoxdur. Bax, kökləri tapa bilmişsə diskriminanta. B kvadratı, mənfi 3'ün kvadratı, mənfi eləyəcək. Minus 4 A 1'dir, C müsbət 4. 3'ün kvadratı 9, çıxısı 4 dəfə 4, 16. Nə eləyir? Diskriminant mənfi eləyir. Deməli, bu tənliyin həqiqi kökü yoxdur. Tənliyin kökləri nə olur? 5 ilə mənfi 2. Bizdən də bunların hasilini istəyir. 5 ilə 2'nin, 5 ilə mənfi 2'nin hasili bu da eləyir mənfi 10. Cavabımız nə olur? Mənfi 10 Y variantı. Başa düşdük. Asan məsələ idi. Sadəcə mən uzatdım məsələni. Çünki başım işləmir. Bugün 6-cı gün hazırlamışıq olub. Biraz ona görə problem oldu. Aha. Yekuniyet dərsi. Niyə dərsim var? Xeyr müəllim. Hə, dərsin yoxsa içində onda.